Salam dəyərli izləyicilər, xoş gördüm yeni videomda sizləri. Bugünkü videomuzun mövzusu YouTube kanalı açarkən əsasən hansı mövzuları seçməliyik, hansı mövzular daha gəlirlidir, hansılar daha aşağı gəlirlər verir və məsələn aşağı gəlirli mövzularla necə daha çox pul qazanmaq olar, bu haqqda məlumatlar verəcəm. Həmçinin sizlərə də köməklik olacağam ki, siz video mövzusu seçərkən necə onları tapa bilərik. Ümumilikdə məsələn oturmuşuq, düşünürük ki, nə çəkə bilərəm. Bu biraz insanda çətinlik yaradır istər-istəməz. İnsanın ağlına bəzi mövzular gəlir, bəziləri gəlmir. Gələnləri isə məsələn düşünürsən ki, bunu eləyə bilərəmmi, eləyə bilmərəmmi? Yəni indiki dövrdə məsələn bir 10 il əvvələ baxsaq, video mövzusu tapmaq daha çətin idi, amma hazırki dövrdə əlimizin altında kompüter, ChatGPT, süni intellekt olduğu halda bu mövzuları tapmaq çox rahat bir şəkildə olur. Əvvəllər məsələn oturub öz beynimizlə düşünüb tapırdıqsa, indiki dövrdə otururuq ChatGPT-yə bir dənə komanda veririk və o komanda əsasında biz YouTube-da çəkə biləcəyimiz və yaxud da hazırlaya biləcəyimiz kontentin mövzularını bizə verir. Həmçinin növbəti kontenti belə tapa bilməsəz, yenə sizə mövzular verəcək ki, filan mövzuları ver. Və videoya keçməmişdən öncə aşağıdan mütləq kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Bu kimi videolar daha çox insanların qarşısına çıxsın. İndi isə keçək videoya. YouTube-da ən çox pul qazandıran mövzu haqqında danışacağıq. İlk 10 mövzu hansılardır? Top mövzular. Bunlar haqqında sizlərə məlumat verəcəm. Ümid edirəm ki, videonu sona kimi izləyərsiniz, çünki qaçıracağınız hər hansı bir detal sizin problemlə qarşılaşmağınıza səbəb ola bilər. Bizim üçün lazım olan platformalardan biri ChatGPT-dir. Böyük ehtimal çox adam bilir, bilməyənlər üçün isə göstərirəm ki, biz burada hansı platformalardan istifadə edə bilərik, onu göstərəcəm. Deməli, ilk öncə biz mövzu tapmaqdan ötürü ChatGPT-yə sual verəcəyik ki, YouTube kanalı açacağam, YouTube kanalı deməli açmaq istəyirəm. Dilimizi dəyişək. Açmaq istəyirəm. Ən çox pul qazandıran 10 niş ver. Nişin mənası da, yəni əsasən ingilis sözüdür. Türklərdə də istifadə olunur, bizdə də istifadə olunur. Mövzu deməkdir. Və bu promptu yazdıqdan sonra axtarışa veririk və ChatGPT bizim üçün YouTube-da 10 dənə niş təqdim edəcək. Ən çox pul qazandıran 10 YouTube nişi. Şəxsi maliyyə və investisiya, yəni buna aiddir kriptovalyuta, birjalar, səhm bazarı, necə qazanc əldə etmək olar. Bu tipajda mövzular əsasən daha çox gəlir əldə eləyir. Bunların səbəbləri haqqında irəliləyən dəqiqələrdə məlumat verəcəm. İkinci növdə texnologiya və elektronika rəyləri, məsələn, telefon alıb onun açılımını eləmək, laptop və yaxud da gadget testləri sponsorluqlarda çox olur. Səhiyyə və fitness, bunlara arıqlama və qidalanma, idman proqramları, həmçinin məhsul satışları və s. əlavə etmək olar. Səhiyyə və fitness, elə bu bayaq dediyimiz şeydir. Üçüncü, dördüncü onlayn biznes və sahibkarlıq. Buna nümunə gətirmək üçün məsələn dropshipping, e-ticarət, freelancer, startup məsləhətləri və s. bu kimi mövzulara aid eləmək olar. 5-ci mövzumuz təhsil və onlayn dərslər. Hal-hazırda bizim çəkdiyimiz video mövzusu təhsil və onlayn dərslərə aid olduğu üçün bizim də gəlirimiz, kanalımızın gəliri bu kateqoriyaya daxildir. Yəni burada tək dil öyrənmək yox, həmçinin məsələn YouTube dərslərində aid eləmək mümkündür. Daha sonra dostlar, burada lüks yaşam və avtomobillər, lüks maşınların videosunu çəkə bilərsiniz. Zəngin insanların həyatı, məsələn Elon Musk tutalım, dünyada bu dəqiqə ən belə milyarder insanlardan biri hesab olunur. Onun həyatında, onun uğur hekayələri və s. kimi mövzularda video çəkə bilərsiniz. Səyahət və macəra, məsələn hər hansı bir ölkəyə səyahət edib orada vloqlar paylaşa bilərsiniz. O gamingi salıblar bura. Əslində gaming o dərəcədə də çox gəlir gətirən deyil. Bunu mən düşünürəm ki, 1-dən 10-a kimi sıralayıblar ən çox gəlir gətirən. Yəni 8-ci sırada az gəlir gətirəndir deyə bunu 8-ci sıraya qoyublar. Oyunun gameplay, rəylər, təlimatlar. Əgər izləyici çoxdursa yüksək gəlir mümkündür. Bax, qeyd edib. Əgər izləyici çoxdursa yüksək gəlir mümkündür. Amma bir məsələ var ki, indi onu mən irəliləyən dəqiqədə deyəcəm. Bitirək mövzularımızı. Motivasiya və özünü inkişaf, uğur hekayələri, psixologiya hədəflər, kitab, kurs və seminar gəlirləri və s. Bu əlavə gəlir kimi aşağıda qeyd olunubdur. Yəni ki, məsələn hər hansı bir
dərs haqqında videolar çəkirsiniz, tam kursu başqa bir platformada, Shopee-də və yaxud da ki, Udemy-də satışından gəlir əldə edə bilərsiniz. İkinci gəlir növü kimi. Moda və gözəllik xüsusilə qadın auditoriyası üçün mövzu makyaj dərsləri, yəni makyaj etmək necə ən yaxşı makyaj etmək olar, necə çox gözəl görünmək olar, necə məsələn geyim kombinləşdirmək olar, stil və s. bu kimi haqqında, yəni videolar paylaşa bilərsiniz. Brendlər və sponsorlu məhsullar var burada da, hansı ki, hər hansı bir məhsulunu təqdim edəndə makyajla bağlı həmin şirkət sizinlə əməkdaşlıq edə bilər ki, məsələn, mənim məhsulumu videoda reklam elə və qarşılığında müəyyən bir nəvacib təklif eləyim. İndi bayaqlarım sizə qeyd etdiyim məsələlər bunlar idi ki, ən çox gəlir gətirən hal-hazırda kriptovalyutalardır. Yəni səhm bazarı. Çünki yeni bir səhifə açıram, Bitcoin yazıram. Bitcoin, Coin Market. Coin Market Cap. Daxil oluram Bitcoin'in hal-hazırda dəyərinə baxıram. 94.806 dollardır hazırki bazar dəyəri. Bizim pulla çevirsək əgər, biz kalkulyatorumuza 94.797 vuraq 1.7-yə. Hal-hazırda bir bitcoinə sahib olsanız 161.154 manat məbləğində sizin vəsaitiniz olmağı deməkdir. Bitcoinlə əlaqəli hər hansı bir təlim, video çəksəz, bu o deməkdir ki, Bitcoinlə əlaqəli reklam verənlər daha çox məbləğ ayırdıqları üçün bu dəyərli bir şeydir axı, Bitcoinin özü. Reklam verən də hər hansı bir oradan gəlir əldə etmək məqsədinlə, məsələn, hər hansı bir platforması var, tutalım Binance deyək. Binance tutalım reklam verəcək sizin videonuza. Durub yemək kanalına Binance reklam verəsi deyil ki, məntiqən. Çünki səbəbi budur ki, YouTube-da reklam verənlər əlaqəli videolar üzərindən reklam verirlər. Məsələn, mənim onlayn alış-veriş kanalım varsa, Temu mənim kanalıma reklam verir. Gedib atıram, tutalım tort bişirmək kanalına reklamını vermir. Çünki əlaqəli bir video deyil. Onun auditoriyası, tort bişirmək, öyrənmək istəyən xanımların auditoriyası Temudan hər hansı bir məhsulu, məsələn, ala bilməyi daha az faiznəndir. Klik faizini nəzərdə tuturam. Amma mən orada Amazon videosu çəkmişəm öz kanalımda, şəxsi kanalımda. Orada Temunun reklamının ortaya girməsi, belə deyək, e-ticarətlə məşğul olanlar, yəni xaricdən alış-veriş eləyənlərin diqqətini cəlb eləyə bilər. Bu yüksək səviyyədə və yüksək faiz klik nəticəsindən öz müştərilərini cəlb eləyə bilər. Burada da həmçinin siz hər hansı bir kriptovalyuta ilə məşğulsunuz, müəyyən bir bilikləriniz var, atıram trade eləməyi bacarırsınız hər hansı bir platformada və trade etməyin yollarını öyrədirsiniz insanlara. Burada Binance-ın sizin videonuzun üzərində reklam verməyi yüksəkdir. Və deyərəm ki, %99%dir. Kiçik bir kanal olsanız belə. Çünki reklam verən, reklamı hədəfləmə etdiyi zaman, tutalım, Olymp Trade var. Bu dəqiqə reklamları gedir. Olymp, nümunələr gətirəcəm sizə. Olymp Trade. Çoxunuz bilirsiniz böyük ehtimal ki. Baxın, bu sayt var. Bu hal-hazırda Azərbaycanda reklamları çıxır. Və baxsaq, bu səhifə Olymp Trade. Bilirsiniz ən çox hansı kanallara reklam verir? Elşad Raye var məsələn. Elşad Raye. Kanalın adı yadımdan çıxdı. YouTube-dan pul qazanma yazsaq, YouTube-dan pul qazanmaq yazsaq, ən çox onun videoları çıxacaq. Göstərəcəm sizə. Azər Biznes. Məsələn, bu trade kursu paylaşıb. Baxın. Trade etmək təlimi, kripto birja ticarətlə pul qazanma. Olymp Trade avtomatik nə edir? Bununla əlaqəli, bunun açar sözlərinə baxsaq, videonu tam göstərməyəcəm sizə, çünki telif haqqı yeyə bilərik, copyrightdan. Trade etmək, məsələn, trade videosu, birja dərsləri. Olymp Trade Azərbaycanda hədəfləmə eləyəndə bu axtarış, açar sözlərinin üzərinə reklamını hədəfləyir. Nəticədə nə olur? Azər Biznesin filan videosunun qarşısına reklamı çıxır. Və bunun sayəsində də kanal sahibi
daha çox gəlir əldə eləyir. Çünki reklam verən onun kanalına belə deyək, reklam hədəfləməsi etmişdir. Məsələn, öz kanalımızı seçsək, atıram Ali Qasimzadə, mənim digər kanalım. Nəticədə nə olur? Alibaba videosu çəkmişəm, daxil oluram Alibaba videosuna. Salamlayıram dəyərli izləyicilər. Məsələn, aşağı düşsək, Kontaktomun reklamı çıxır. Kontaktomun özü də bir satış platformasıdır, nəzərə götürsək. Kontaktom elə bir hədəfləmə eləyib ki, nəsə almaq, alış-verişlə maraqlanan insanların qarşısına bu reklamı çıxsın. Əsas odur tutduq temanı. Yəni məqsəd budur. İndi bizim də əsas məqsədimiz odur ki, reklamlar var, okey. Ən bahalı reklam verən mövzular, yəni ən bahalı mövzular hansıdırsa, o haqda video çəkməkdir məqsəd. Yenə deyirəm, bacardığınız mövzudursa çəkin. Tutalım, evdə başqa bir, məsələn deyirəm, hər hansı bir mövzuda video çəkəsinizsə, yemək kanalı atıram. Yeməyin videosunu çəkin, demirəm çəkməyin. Sadəcə yemək kanalında özünə məxsus belə deyək, reklam verənləri var. Yemək kanalında da çox uğurlu nəticələr əldə etmək mümkündür. Gəlirləri aşağı olmasına baxmayaraq, daha çox yüksək baxışlar əldə edib, istədiyimiz gəlirləri əldə edə bilərik. Amma minimum baxışla maksimum gəlir əldə etmək istəyiriksə, bu dediyim mövzulara toxunmalıyıq mütləq bir qaydada. Həmçinin mən Azərbaycan bazarı üçün əsasən bunları tövsiyə eləyirəm. Xarici videolar çəksəz, xarici dildə və ChatGPT-yə sual versək ki, Amerikada minimum RPM nə qədərdir? YouTube videosu üzərində baxacağıq ki, yüksək bir gəlirlər verəcək bizə. Bu da o deməkdir ki, Amerikada yemək kanalı belə açsaq, belə deyək, çox yüksək gəlir əldə eləyəcəyik Azərbaycan bazarı üçün. Baxın, minimum RPM 1-2 dollardır. 1-2 dollar 1000 baxış üçün nəzərdə tutulmuş bir dəyərdir. RPM-in mənası zaten 1000 baxış üzrə maliyyət deməkdir. Yəni 1000 baxışa YouTube-un bizə verdiyi pul. Orta RPM 3-5 dollardır, yüksək RPM isə 10-30 dollardır. Maliyyə biznes. Atıram, Amerika bazarı üçün bir video hazırlayırıq və kiçik bir kanalımız var, 1500 abunəsi var. Video atdıq, 100 nəfər baxdı. Məsələn, pul qazanması açıq bir kanaldır. 1000 baxışa 30 dollar əldə eləyiriksə, 100 baxışa biz 3 dollar əldə eləyəcəyik. Tutduz temanı. 1000 baxışa 30 dollar əldə eləyiriksə, 3 dollar gəlir əldə etmiş olacaq. 100 baxışa 5 manat. Amerika kanalı kriptovalyuta üzrə daha yüksək baxış əldə eləsək, atıram 10.000 baxış əldə eləmişik. 10.000 baxış əldə etdikdən sonra bizim artıq gəlirimiz belə deyək 300 dollara qalxacaqdır. Yəni 1000 baxışa 30 dollar, 10.000 baxışa 300 dollar. 300 dollarımız isə bizim hardasa 510 dollar civarı bir rəqəmdir. 10.000 baxışa 510 manat pul qazanmaq mümkündür dostlar. Yəni yenə deyirəm, sadəcə mövzumuzu düzgün seçim eləməliyik, elə etməliyik ki, minimum az baxışla daha yüksək gəlirlər əldə etməliyik. Bizim məqsədimiz budur. Trend olan mövzulara xüsusilə toxunmalıyıq. Ən çox bu dəqiqə bazarda, yəni YouTube platformasında, yəni YouTube dedikdə mən bazar biraz loru dildə deyirəm. Yəni ümumi rəqabətdə hansı videoların rəqabəti daha azdırsa və tələbat çoxdursa, əsasən biz o tipdə, o mövzularda videolar paylaşmalıyıq. Bu qədər. Bugünkü təlimimiz inanıram ki, sizin üçün faydalı oldu. Gələcək təlimlərdə biz deməli toxunacağıq YouTube kanalı açmaq, daha sonra kanal ayarları etmək və ilk videonu yükləmək. Bu tipdə videolar gələcək. Həmçinin əlavə olaraq da necə eləyə bilərik ki, videolarımız daha çox izlənilsin, necə qısa bir müddətdə daha çox insanın qarşısına çıxaq. Bu tipdə təlimlərlə qarşınızda olacağam. Minnətdaram.
Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan mütləq kanalımıza abunə olmağı və video sizin üçün faydalı oldusa mütləq videonu bəyənməyi unutmayın. Gələcək videolarda görüşənədək özünüzə çox yaxşı baxın. Hələlik.